Bu artıq şəkildə çəkdiyim 500-cü videodur və yaxud da neçəsini silmişəm. Gəlmişəm belə bir mənzərəli yerdə səninlə FaceTime eləməyə. Mövzumuz nədir? Sənin üçün yenidən bir plan yaradıram ki, həyatında necə dərli toplu yaşaya biləsən. Biraz zəhmət olmasa stolu yerlətmədə xahiş edirəm. Burada telefon oynayır axı. Rəfiqəmlə gəlmişik bu arada. Tətilimin son günüdür və bugünkü mövzumuz nə olub? Nəsə deyir, orada deyinir, öz için danışır. Bilmir nə danışır, nə eləyir. Olsun. O da bizim canımız ciğərimizdir. Hə. Deməli, deyəcəklərimin hamısını qeyd elə. Çünki bunlar sənin üçün faydalı bir məsləhətdir. Özüm biraz yavaş-yavaş danışıram. Ətrafdakı insanları da narahat eləmək istəmirəm. Ümid edirəm səsim videoya yaxşı düşür. Deməli, ilk müddəamız nədir? Gördün ki, pissən, qəmlisən. Gedib bunu heç kimə danışmırsan. Ətrafa belə deyim də, aqressiya dolu ifadələr işlətmirsən. Götürürsən öz günlüyünə yazırsan, nə yaşadığını. Bu həqiqətən mənim həyatımda həmişə elədiyim gözəl seçimlərdən biridir. Yəni peşman deyiləm ki, indinin özündə də bu yaşımda günlük yazıram. Düzdür, hər gün yazmıram, sevgili günlük bugün belə bir şey oldu. Amma çox emosional olduğum anda çalışıram ki, bir yazar kimi həyatımı oraya yazım və baxım. Hisslərimlə verdiyim qərarlar həmişə yanlış olur. Amma yazıb gördüyüm, harda səhv elədiyimi daha yaxşı anlayıram ki, məsələn, burada bunu eləsəydim belə bir şey olmazdı. Burada bunu desəydim belə bir istiqamətdə baş verməzdi həmin hadisə. Məncə yazmaq çox gözəl bir şeydir və sənə də bunu tövsiyə edirəm. Daha sonra hər kəsin bu həyatda bir hobbisi olmalıdır. Yemək bişirmək, yenə də deyirəm, yürüyüş eləmək, nə bilim, ən adi nəyi götürürsünüzsə o olmalıdır. Çünki insan özü ilə baş-başa qalmalıdır. İnsan özü ilə baş-başa qalmazsa nə edəcəyini bilməz. Həmişə də belə deyim də, bizdə, məndə də var idi o xasiyyət. Əvvəl çox pis olanda yığırdım rəfiqələrimi, gedirdik, otururduq ya kofe içirdik, ya nəsə bir şey, ya nə bilim, yığıncaq olan yerlərə gedirdik. Amma məncə bu düzgün bir şey deyil. Çünki insan öz hisslərini bastırır və şezlong qırmızı rəngdədir, qıpqırmızı düşürəm, nəysə. Hə, insan öz hisslərini bastırır və yenə də gecə gəlib başını yastığa qoyanda o hisslər təzədən ortaya çıxır. Hansı ki o bastırdığı hisslər təzədən onun içini yeməyə başlayır. Amma məsələn hobbiniz olsa, mənim hobbim nədir? Mən pişikləri yedirtməyi çox sevirəm. Elə bilirəm ki, onların enerjisini almış oluram da, xoş enerjisini almış oluram. Onlar acı olur, yeyirlər, sevinirlər və mən də bunu görürəm. Xoş oluram. Həmin momentdə də yürüyüş eləmiş oluram və həqiqətən də insan düzgün qərarları yürüyüş eləyəndə, addım atanda, gəzəndə verə bilir. Çünki beyin onda daha yaxşı işləyir və özündən qalırsan, daha yaxşı düşünə bilirsən. Deməyim odur ki, qəmli oldun, dərdin sərin oldu. Hə, davay bütün 5 dənə qızı yığım, ya 10 dənə qızı yığım, gedim falan yerdə mahnı oxuyum, karaoke eləyim. Yox, onlar da lazımdır. Demirəm onlar lazım deyil, amma onun öz vaxtı var. Özünü sağaldandan sonra. Çünki sən sağalmamış gedib onları yaşasan, zaten görəcəksən ki, heç bir faydası olmadı. Boşa keçən zaman oldu. Hətta bəzən orada yanlış gələn dərdə düşmə vaxtı da olur. Oturursan, bir yerə zillənirsən, baxırsan. Ya nə bilim, qızlara adaptasiya olmaq istəyirsən, amma tam da ola bilmirsən. Sənə məsləhətim odur ki, sağal, sonra qoşul elə şeylərə. Yoxsa həqiqətən boşa keçirmiş zaman olar o. Uzun uzadı danışmaq istəyirəm əslində, amma yenə də deyirəm, bugün tətilimin son günüdür və mən bu günü doya-doya yaşamaq istəyirəm. Bəzi planlarım var, gözəl planlardır. Məncə sənin buna ehtiyacın var idi və mən də bugün bundan danışmaq istədim. Həm günlük yazmalısan, həm bir hobbin olmalıdır, həm də həyatından çıxartdığın insanların həyatı ilə maraqlanmağı bırax. Əgər bu sənin həyatında deyilsə, artıq sən öz həyatına fokuslanmalısan. İnsanlar sənin həyatında olanda paralel şəkildə irəliləyirsiniz və buna görə maraqlanmanın normaldır. İstəyirsiniz ki, bəzi planlarınız, bəzi arzularınız, bəzi gözləntiləriniz üst-üstə düşsün. Amma artıq istər iş baxımından, istər münasibətlər, şəxsi münasibətlər baxımından sən bu insanı uzaqlaşdırdınsa, bu vəziyyəti uzaqlaşdırdınsa özündən, artıq o şeylə maraqlanmağı kəs. Bu sənin xeyrinədir. Biraz ilk başlar çətin olacaq, həqiqətən çətin olur. Amma onu da bil ki, sənin iradən nə qədər güclü olacaqsa, nə qədər öz üzərində
bu mövzuda işləyəcəksənsə, nəsə bir hobbi salacaqsansa həmin anda ortaya və yaxud da həqiqətən də görməzdən gələcəksənsə, o vəziyyəti, o situasiyanı unutmağın daha tez və asan olacaq. Bu qədər. Özünə yaxşı bax. Videonu bəyənib, danışa bilmirəm mən yenə. Videonu bəyənib, like eləyib, şərh yazmağı da unutma. Növbəti videoda görüşənə qədər. Hələlik.